Instagram sosial şəbəkəsində Çindən ucuz qiymətə avtomobil gətirmək adı ilə 88 nəfəri aldadıblar. Bu iddia ilə zərər çəkmişlər Xəzər xəbərə müraciətlərində bildiriblər. Deyirlər ki, xaricdən avtomobil daşıma ilə məşğul olan Portkar şirkətinin sosial şəbəkədə reklamını görərək ofisinə gediblər. Özünü şirkətin rəhbəri kimi təqdim edən Məmmədağa Əliyev həmin şəxslərlə müqavilə bağlayıb ki, Çindən 60 gün ərzində avtomobili gətirib sahibinə təhvil verəcəklər. Dedi 15.000 dollar ora ödəyəcəksən filan hesabada Çin bankına. Rəhimcandır, nədir, elə bir şəxsin sənədi var idi orada adı. 2200 dollar da mənə kargo məsələsinə görə mənə verəcəksən. Mən də əlavələr olmaq üçün də 800 dollar əlavə də verdim, 3000 dollar oldu. 3000 dollardan nağd gətirib şirkətdə xanımla ağaya verdim də pulu. Ümumilikdə yəni 18.000 dollar. Ümumilikdə 18.000 dollar getdi. Mən ödəmişəm avqustun 15-i. Yəni maşın gəlib çıxmayıb bu vaxta qədər. Yəni zəng eləyəndə əvvəl zəng eləyəndə cavab verirdilər, indi heç cavab da vermirlər ofislərindən. Yəni pul ödəmişik, əlbəli də ödəmişik 2400 dollar. Əlbəli ödəmişəm 15500 dollar. Çinə ödətdirib bizə, yəni invoice özü atıb bizə. Zərər çəkmişlər aldadıqlarını başa düşdükdən sonra Portkar şirkətinin Nərmanov rayonu ərazisində olan ofisinə gediblər. Ofis bağlı olduğundan onlar ərazi üzrə 16-cı polis bölməsinə şikayət ediblər. Onlar iddia edirlər ki, Çindən avtomobil almaq istəyən 88 nəfəri Məmmədağa Əliyev aldadıb. 115 avtomobil gətirilməli olduğu halda biri belə gətirilməyib. Zərər çəkmişlər deyirlər ki, ümumilikdə 1.400.000 dollar Çindəki şəxsin hesabına ödənilib, 300.000 dollar da kargo üçün Məmmədağa Əliyevə nağd şəkildə verilib. Sonra mən araşdırdım. Mənə gələn 10 maşın başqa şirkətdə gəlib, Siyəzəndə bir qardaşa satılıb. Həmən invoice-la olan maşın satılıb. Mən maraqlandım həmən adamla. Mən gəldim, mənim maşınımı 10 günə gətirdilər, verdilər mənə. Ağa bir müddət bizə yenə dedi ki, orada içində problem yaranıb, həll eləyəcək, narahat olmuyor və elə-belə yola verməyə başladı. 88 nəfər zərər çəkəndir, 115 maşındır. Yəni hamı bunu axtarır, yəni bu adam yoxdur, Portkar şirkətinin sahibi yoxdur. Adı nə? Ağa MMC adı ilə Məmmədağa Əliyevdir, əsl adı Ağa adı ilə tanınır. Zərər çəkmişlər onu da bildirdilər ki, Məmmədağa Əliyev vətəndaşların şikayətindən sonra ölkədən qaçıb. Daxili İşlər Nazirliyindən Xəzər xəbərə bildirildi ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanına vətəndaşların müraciəti daxil olub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Ramal Abdullayev, Yusif Kərimli, Namiq Hüsiyev, Xəzər xəbər.